Salam əziz izləyicilər. Bugün sizlə biz 24-12-2023-cü il tarixində keçirilmiş Olimpiada testlərinə baxacağıq. Demək, miqyası 1/800.000 olan xəritədə təsvir edilmiş coğrafi obyekt 48 politika damasını tutur. Obyektin həqiqi sahəsini müəyyən edin. Müəyyən edək. Biz bilirik ki, bir politikanın sahəsi 0,25 kvadrat santimetrdir. Ona görə də nə edirik? 48 politika var. 48-i vurduq 0,25-ə. Elədir, neçə? 12. 12 kvadrat santimetr. Miqyassa 800.000-dir. İzahlı miqyasa çevirəndə 8 kilometr. Həqiqi məsafə tapmaq üçün miqyasın kvadratı vursun xəritdəki məsafə olmalıdır. Yəni 64-ü vuracaq 12-yə, o da bərabərdir 768 kvadrat kilometr. Doğru cavab D-bəndir. İkinci testə baxırıq. Demək, cədvələ əsasən doğru sıranı müəyyən edin. Litosfer tavaları, demək, 2 litosfer tavası verib, bunların sərhədində yerləşən adlardan söhbət gedir. Naska və Kakos sərhədində yerləşir Galapagos adası. Bəli, doğrudur bu. Şimali Amerika və Avrasiya sərhədində yerləşir İslandiya. Bu da doğru cavabdır. Cənubi Amerika və Afrika sərhədində yerləşir Falkland. Xeyr, bu yanlışdır. Çünki Falkland materikin sərhədində yox, materikin sadəcə kənarında yerləşir. Sahil Okean və Hind-Avstraliya tavasının sərhədində yerləşir Fiziyası. Bəli, bu doğrudur. Hind-Avstraliya və Antarktida sərhədində yerləşir Tasmaniya. Xeyr, Tasmaniya Avstraliyanın sadəcə kənarında yerləşir. Materik mənşəlidir. Bu yanlışdır. Afrika və Şimali Amerika sahilində yerləşir Kanar. Bu da yanlışdır. Yəni doğru cavab nə oldu? 1, 2, bir də 4. 1, 2, 4 B bəndi. Üçüncü suala baxaq. Cədvələ əsasən müvafiq saat qurşağına aid olan doğru fikirləri müəyyən edin. 3, demək bu neçən saatda? 6-cı saat qurşağı 3 yarımkürədə yerləşir və orta meridianı Sakit Okeanla kəsişmir. Bəli, kəsişmədiyinə görə doğrudur bu. Bir doğrudur. Şərq yarımkürəsində yerləşir və qərb sərhəddi ilə Bakı şəhər arasındakı yerli vaxt fərqi 120 dəqiqədir. Demək, necə hesablayaq? 6-cı saatın orta meridianı tapdı. 6-yı vurduq 15-ə elədi 90. 90-dan qərb sərhəddidir. 7,5 çıxdıq. 82,5. 82,5 ilə Bakı arasında. Bakı da 50 də şərq uzunluqda. Demək, 82,5-dən çıxırıq 50-ni. Bərabərdir 32,5. 32,5. Bunu da biz 4-ə vursaq eləcək 100. 32,5-dir bu. 130 dəqiqə. Demək, bu yanlışdır. 2 yanlışdır. Orta meridianın ən uzun meridian hesab olunur. Bu da ümumiyyətlə yanlışdır. Çünki bütün meridianların uzunluğu bir-birinə bərabərdir. Demək, bu da 15-ci saatdır. Sağ tərəfdə 15-ci saat qurşağına aid olanları seçirik. 3 yarımkürədə yerləşir və 2 okeanla kəsişir. Bəli, bu doğrudur. Orta meridianın keçdiyi materik yalnız birində günəş zenitdə olur. Bəli, bu da doğrudur. Şərq və qərb sərhədləri arasındakı yerli vaxt fərqi 80 dəqiqədir. Ümumiyyətlə, saatın şərq və qərb sərhədləri arasında sadəcə 15 dərəcə var. Bu da 15 dərəcədə 60 dəqiqədir. Bu da yanlışdır. Doğru cavab oldu 1, 4, 5. 1, 4, 5. Doğru cavab 1, 4, 5. Y bəndi. Aha. Sonra baxırıq 4-cü. Burada 3-ə plus düşüb. Orta meridianı ən uzun meridian. Bu yanlışdır deyək. Amma necə plus düşülmədim. Yəni. Sonra baxırıq 4-cü sualı baxırıq. Horizontal sxemə vasitəsilə təsvir edilmiş relyef formasında K elementləri arasında temperatur fərqi 2,4 dərəcə Celsius arası kəsmə yüksəkliyi neçə metr olduğunu müəyyən edin. K arasındakı temperatur fərqi 2,4-dür. Demək, 100 metrdə biz bilirik ki, temperatur 0,6 dərəcə dəyişir. X metrdə isə 2,4 dərəcə olanda X də bərabərdir. Bu da 400 metr. 400 metr. Eldən K'ya qədər 1, 2, 3,
4 kəsmə yüksəkliyi var da, o da 4-ə bölürük, olur A bəndi 100 metr. Xəritə xüsusiyyətində hansı vizual təhlil aparmaq olar? Bu sinoptik xəritədir. Baxaq görək nə apara bilərik biz burada. Atmosfer təzyiqi bəli, buradan göründüyü kimi məsələn baxın 740, 750, 760 və s. Bu atmosfer təzyiqi burada doğru verilib. Okean suyun duzluğu, ümumiyyətlə sinoptik xəritədə okean suyun duzluğundan söhbət gedə bilməz. Buludluq, bəli, baxın bu buludluq işarəti burada tam buludluq, burada isə yarı buludluqdur. Bəli, bu da doğrudur. 3. Havanın temperaturu, bəli, burada görə bilərik, çünki -3, -6 və s. görə bilərik. Ümumiyyətlə, baxın, bunu da bir də xatırlayaq. 1-3, havanın temperaturu doğruca 1-3-4, bir də əlavə bir şey deyim burada. Baxın, burada əgər bu şəkildə göstərilərsə küləyin sürətli, burada 2 baldır. Böyük xəttlər, bax, bu uzun xəttlər 2 baldır. Bu yarımçıq xəttlər, balaca xəttlər isə 1 bal hesablanır. Prosta əlavə məlumat kimi dedim, baxaq görək. 5-ci sualdır bu. İndi isə 6-cı suala baxaq. Milli etnik əlamətinə görə formalaşan federativ ölkələri seçin. Burada olacaq doğru cavab Rusiya. Ümumiyyətlə, milli etnik əlamətinə görə federativ dövlət yalnız 3 dənədir. Rusiya, Nigeriya, Hindistan. Qalanları isə tarixi coğrafiya xüsusiyyətinə görə federativ dövlətdir. Temperatur 0 dərəcə olan havanın nisbi rütubətliyi 90%-dir. Havanın temperaturu 10 dərəcə yüksələrsə, bu temperaturda nisbi rütubətliyi neçə faiz olar? Normalda biz bunu əzbərə bilməliyik, amma burada verib istifadə edək. Nəzərə alın ki, 0 dərəcə temperaturda 1 kubmetr havanın doyması üçün 5 qram, 10 dərəcə Selsidə isə 9 qram su buxarı tələb olunur. Bunları əzbər bilməliyik mütləq. İndi baxaq, verilməyə də bilər burada, yəni 0 dərəcədə neçə 1 kubmetr havada neçə qram su olur, verilməyə də bilər, amma burada verib. Əgər demək 5 qram olsaydı 0 dərəcədə, onda 100% olardı. Burada neçə faiz? 90%. 5-i vurulsun %90, bu da bərabərdir. Neçə edəcək? 4,5. Bura bərabər 4,5. 4,5 qram hal-hazırda su var. İndi deyək ki, temperatur 10 dərəcə yüksələrsə, 10 dərəcə neçə qram saxlayır? 10 dərəcə 9 qram saxlayır. 9 qram olsaydı 100% olardı. Hal-hazırda nə qədər su var? 4,5 qram su var. Bu da x də bərabərdir 50%. Yəni D bəndi. Sonra 8-ci suala baxırıq. Cədvələ əsasən düzgün olan sıranı müəyyən edin. Amazon akkumulyativ mənşəlidir, geosignaldır, səhvdir. Burada bir də şərq yarımkürəsi deyil, bu da səhvdir. Yəni bir yanlışdır. Patagoniya dendasyonda platformadır. Şimal və qərb yarımkürəsində, şimal da yarımkürəsi səhvdir. Patagoniya platforma deyil, geosignaldır. Antenalarında yerləşir deyə. Padan akkumulyativdə geosignalda şimal və şərq yarımkürəsində yerləşir. Bəli, bu doğrudur. La Plat akkumulyativdə platforma cənub və şərq. Şərq burada da yanlışdır, bu da getdi. Qərbi Sibir akkumulyativdə platforma şimal və şərq yarımkürəsində doğrudur bu da. Böyük hövzə dendasyonda geosignal şimal və qərb yarımkürəsində yerləşir. Bəli, bu da doğru. Doğru cavab olacaq. Demək, 3, 5, 6. 3, 5, 6 oldu Y bəndi. Əgər yer kürəsi 1 saatda 18 dərəcə dönsəydi, Bakı şəhəri hansı saat qurşağında yerləşir? Ümumiyyətlə, yer kürəsi 1 saatda 18 dərəcə dönsəydi, onda neçə saat qurşağı olurdu? 20 saat qurşağı olacaqdı. Burada 18 dərəcə dönərsə, bir hesablayaq görək. Bakı 50 şərq uzunluğunda yerləşir. 50 bölürük 18-ə. Bu da eləyəcək 2, 36, qalıqda 14. Eləmi? Bəli, 14. Biz bilirik ki, normal 15-də 1 saatda 15 dərəcə dönsə, yəni normalda olduğu kimi dönsə, orada qalıq 7-dən 15-dən çox olsa, üzərinə 1 əlavə edirik. Burada da 18 dərəcə dönürdə, qalıq 9-dan böyük olarsa, üzərinə 1 əlavə edəcəyik. Ona görə də bu da qalıqdan 14-dür, 9-dan böyükdə. Demək, yenə də 3 saat qurşağı olardı.
Düzgün fikri müəyyən edin. Ölkəmizdə mövcud olan mis ehtiyatlı Gədəbəy və Kəlbəcər inzibati rayonunda yerləşir. Bu doğrudur, amma necə doğrudur? Normalda Kəlbəcərdə bizim mis ehtiyatı yerləşmir. Ağdərə rayonunda yerləşir. Sadəcə bu imtahan keçirilən vaxtı, o vaxta qədər Ağdərə rayonu Kəlbəcər rayonunun tərkibində idi deyə. Ona görə doğru götürürük. İndi Şahdaniz və Ümid yataqları təbii qaz hasili edilir. Bəli, Azərbaycanın ən böyük qaz yataqlarının biridir bunlar. Çünki bu yataqlar kəşf olunana qədər Azərbaycan qaz idxalçısıdır. Bunlar kəşf olunandan sonra artıq qaz ixracatçısına çevrildi. Naxçıvanda Paraqaçay yatağı polimetal. Molibden yatağı, bu Paraqaçay Diyaqçay Naxçıvanda molibden yatağıdır. Ona görə bu yanlışdır. Laçın inzibati rayonunda Zəyliş alüminyum yatağı. Xeyr, bu da səhvdir. Zəyliş Daşkəsəndədir. Daşkəsən mərmər yatağı yerləşir. Bəli, doğrudur. Bu ağ mərmər hətta yerləşir. Bu da doğrudur. Mehmana qeyri-filiz yox, filiz yatağıdır. Yəni doğru cavab 1, 2 və 5. Doğru cavab C bəndi. 11-ci suala baxaq. Aha, 11-ci suala baxdıq. Demək, cədvəl əslində uyğunluğu müəyyən edin. Barxan təpələri oraq formasında olub, külək tutan yamacı az meyilli, külək tutmayan yamacı isə dik olur. Bu, bəli, doğrudur. Bax, külək iki tərəfdən əsərsə, bu duyun olur. Bir tərəfdən əsəndə barxan olur. Ona görə bu oraq şəkildə olur. Doğrudur, bir doğrudur. Karst mağaraları eol relyef formasının rast hesab olunur. Bu yanlışdır. Karst mağarası yeraltı suların fəaliyyəti ilə olur. Yəni, burada doğru yazıb, ona görə bu səhvdir. Buzlağın dağıcı fəaliyyəti ekzorasiya adlanır. Bu doğrudur, amma burada yanlış yazıb deyə, bu da səhvdir. Ekzogen proseslərin fəaliyyəti ilə yaranan relyef formaları morfoskulptur deyilir. Bəli, xarici qüvvələrin təsirini yaranırsa morfoskulptur, amma yanlış yazıb deyə götürmürük. Qırmızı sarı ferrət torpaqlar yayıldığı ərazidə fiziki aşınma daha sürətli baş verir. Yanlış yazıb, bəli, bu yanlış olduğu üçün götürürük. Yəni, əslində fiziki aşınma səhra və yarım səhralarda, boz qonur torpaqlarda olur. Yəni, burada da o cavab 1-5 A bəndi. Subekvatorial iqlim qurşağında yerləşən yarımadaları müəyyən edin. Baxaq, burada demək A düzdür, amma A-da Keypurg düzdür, amma Yutland deyil, yanlışdır. Yucatan burada yanlışdır. Kaliforniya, bu da tropikə düşür, bu da yanlışdır. Kore yarımadası, bu da yanlışdır. Mülayimə, demək, cənubi subtropikə, şimali mülayimə düşəcək. Yanlış, doğru cavab Somali, Arhamland. Doğru cavab Y bəndi. Subtropik iqlim qurşağında hakim olan hava kütlələri, burada doğru cavab, demək, subtropikdə yayda tropik, qışda mülayim olduğuna görə doğru cavab burada C bəndi. Aha. Hansı inzibati rayonda yarımsərhəd quru çöl iqlimi, mülayim isti iqlim, soyuq iqlim, dağ tundra iqlimi rast gəlmək olar? Cəlilabadda ümumiyyətlə dağ tundradır və yaxud da soyuq iqlimdir. Bunlar ola bilməz, getdi. Burada Kəlbəcərdə yarım səhra iqlimi yoxdur, getdi. Ordubadda ümumiyyətlə mülayim isti iqlim heç bir tipi yoxdur. Çünki Naxçıvan ərazisində ümumiyyətlə mülayimin heç bir tipi yoxdur. Mülayim yoxdur, yəni mülayim iqlim yoxdur. Bu da getdi. Doğru cavab, bəli, D bəndi. Şəkidə çünki bütün göstərilən bu iqlimlər var. Zakatlar yarım səhra yoxdur. Yəni doğru cavab D bəndi. 15-ə. Bir inzibati rayonu, lakin iki xarici ölkə ilə həmsərhəd olan inzibati rayonları müəyyən edin. Demək, Ordubad, Şahbuz, Şərur. Bu da Şahbuz ilə bəli başına tez çıxar. Çünki Şahbuz iki ölkə ilə sərhəddir. Sadəcə Ermənistanla sərhəddir. İkinci baxa B Sədrəkdə Sədərək, Zəngilan, Şahbuz. Yenə də Şahbuz da çıxa bilərik buradan. Zəngilan da çıxa bilərik. Çünki Zəngilan bir inzibati yox. Orada neçədir? İki inzibati səhəmsə. Demək, Qazax, Ağstafa, Zaqatala. Burada Ağstafanın çıxdıq. Sonra çünki bir inzibati rayondur, iki inzibati rayondur. Balakən, Qazax, Ordubad, bəli, bunlar bir inzibati rayon və iki ölkə ilə həmsərhəddə. O cavab deyil bəndi. Böyük Britaniya və Fransa arasında tunel hansı boğazdan
boğazın altına çəkilmişdir. Bu Lamanşdır, sadə sualdır. Aşağıdakı vermiş çaylara aid doğru fikir müəyyən edin. Demək, 305 nədir? Qanıqla Samur iki ölkə ərazisindən axır. Bəli, bu Qanıq Gürcüstanla Azərbaycan, Samur Rusiya, Azərbaycan. 2-4 demək nədir? Arazla Tərtənin söhbət gedir. Eroziya bahisi fərqli çaylar. Eroziya bahisi çayın töküldüyü yerdə, yəni mənsəb nəzərdə tutulur. Bu da yanlışdır. Çünki Arazla Tərtər ilə kürə tökülür. Ona görə yanlışdır. Bir nə ki, Kürlə Araz deyir ki, mənbələri eyni ölkədən yerləşir. Bəli, Türkiyədə bu, Türkiyə arasından başlayır. Qızılqədif və Bingöl hissəsindən. 4, 1 və 5 mütləq hündürlüyü eynidir. 1 nədir? Kür, bir də 5 Samxeyr. Bu da yanlışdır. Eyni inzibatron ərazisindən axırlar. 3-dən 4 hansıdır? Qanıqla Tərtər. Qanıqla Tərtər eyni inzibatron. Yox, burada da yanlışlıq var. Qanıq və Tərtər, bu yanlışdır. Mənsəbləri dünya okean səviyyəsindən aşağıda yerləşir. Hansı çayların 2 ilə 5. Bu da doğrudur. Çünki Arazın mənsəbi mənfi 11 metr okean səviyyəsindən, dəniz səviyyəsindən aşağı yerləşir. Samur çayına isə mənfi 27 metr. Birbaşa Xəzərə tökülür ona görə. Doğru cavab oldu 1, 3, 6 A bəndi. 18-ci testə baxırıq. Cədvəlin doğru bəndi müəyyən edilir. Daxili dəniz, kənar dəniz, adalararası dəniz. Daxili dəniz ümumiyyətlə bilir ki, okeanlara boğaz vasitəsilə birləşir. Kənar dəniz isə hər hansı bir sualtı maneə ilə okeandan ayrılır. Adalararası dəniz də adaların arasında yerləşir, adından göründüyü kimi. Burada Baltik dənizi daxili dəniz, bəli, bu doğru cavabdır. Bering dənizi daxili dəniz yazıb. Bering yanlışdır, bu da bu kənar dənizdir. Norveç deyir daxili, bu da yanlışdır, o da kənar dənizdir. Oxot dənizi, bəli, bu daxili dəniz, kənar dənizdir. Sulavesi adası yazır ki, kənardır, xeyr, bu da Sulavesi adası, Sulavesi dənizi, adalararası dənizdir. Buradan kənar yazıb, yanlışdır. Qırmızı dəniz kənar yazır. Bu da yanlışdır, çünki qırmızı dəniz daxildir. Adalararası dənizlərə baxaq, Karib dənizi adalararası yazıb, xeyr, bu kənar dənizdir. Filippin dənizi, bəli, bu adlar doğrudur. Bir də Fiji adalararası. Yəni doğru cavab burada nə oldu? 1, 4, 8, 9. 1, 4, 8, 9 doğru cavab A bəndi. 19-cu testə baxaq, 19. Uyğunluğu müəyyən edin. Tasmaniya ada və arxipelaq mənşəyə aid olduğu ölkə. Tasmaniya vulkanik, xeyr, materik mənşəlidir, yanlışdır. Havay adası vulkanik düzdür, amma Yaponiya aiddir, yox, ABŞ aiddir. Sumatra materik mənşəlidir, İndoneziyadır. Bu doğru cavabdır. Deyildə nə səhv oldu? Deyildə Böyük Səhəli Mərzan düzdür, amma Yeni Zelandiyada yox, Avstraliya aiddir. Şri-Lanka materik mənşəlidir, vulkanik deyil. Afrika materikinin düzənlik ərazidə rast gəlinməyən torpaq tipləri. Burada demək, qırmızı sarı ferroid ekvatorial meşələrdə bəli rast gəlinir. Bu ona görə çıx götürmədik. Boz rast gəlinir səhralarda. Boz qonur yenə rast gəlinir. Bu da yanlışdır. Pozo, qara, tundra qeyb, bəli. Bu göstərilən torpağın heç biri Afrika materikində yoxdur. Yer kürəsinin sxemdəki vəziyyətini nəzərə alaraq cədvəldə uyğunluğu müəyyən edin. Demək, baxırıq ki, birinci sxemdə, yəni burada, bu sxemdə şimal qütb dairəsi tam olaraq işıqlanıb. Yəni, bu 22 iyuna aiddir. İndi başlayaq. Amma sağdakı sxem isə o cənub qütb dairəsi tam işıqlanıb da 22 dekabr. İndi hələ ki 22 iyuna aid olan vəziyyəti izah-eləyib. Bu vəziyyətin baş verdiyi tarixdən sonraki tarixlərdə Madagaskar gündüzün uzunluğu azalmağa başlayır. Bu yanlışdır. Azalmağa yox, artmağa başlayır orada. Bu vəziyyətdə baş verdiyi tarixdən sonra tarixlərdə şimal yarımkürədə daha çox işıq alacaq. Xeyr, o görə azalmağa başlayacaq orada. Maksimum zaten 22 gündə olub. Bu tarixdə günorta vaxtı London şəhəri günəş şüalarının maksimum düşmə bucağı müşahidə olunur. Bəli, bu doğrudur. Bu vəziyyətdə baş verdiyi 22 dekabra baxırıq. Bu vəziyyətdə baş verdiyi tarixdən sonraki tarixlərdə baş şəhərin gündüzünün uzunluğu artması başlayır.
22 dekabrda bəli, bundan sonra artıq artmağa başlayıb, bu doğrudur. Bu vəziyyətdə baş verdi. Tarixdən sonraki tarixdə cənub tropik xəttində cənubda qalan məntəqələrdə yerləşən şaquli cisim günorta vaxtı kölgə uzunluğu artacaq. Bəli, çünki Günəş daha kiçik bucaq altına düşdüyünə görə onda cismin kölgəsi də artmağa başlayacaq. Ümumiyyətlə, cismə Günəş 45 dərəcə düşəndə, 45 dərəcə bucaq altına düşəndə kölgəsi öz uzunluğuna bərabər olur. 60 dərəcə düşəndə kölgəsi öz uzunluğundan 2 dəfə az olur. 30 dərəcə bucaq altında düşəndə isə kölgəsi özündən 2 dəfə böyük olacaq. Bunu saxlasaq yaxşı olar. Bu tarixdə günorta vaxtı 45 dərəcə şimal ilə Günəş şüalarının düşmə bucağı nə qədərdir? 23,5 dərəcə bucaq altında düşür. Bu, bir dəqiqə hesablayaq bunu. Demək, H bərabərdir. Günəşin düşmə bucağının üstünə istifadə etsək, 90 çıxılsın 45 dərəcə. 45 dərəcə hansı enlikdə? Şimaldır. Bunu belə qeyd edək. Bu da 22 dekabrdır. Bu şimalına görə 22 dekabr Günəş cənub tropikində olur. Ona görə müxtəlif yarımkəd ilə toplayırıq. 23,5 bərabərdir. Bərabərdir ya da ki, belə yazıq da. H də bərabərdir buradan nəyə? 21,5. Demək, bu da yanlışdır. Doğru cavab nə oldu? 3, 4, 5. 3, 4, 5 A bəndi. Aha. Bu neçən sual idi? Bu 20-ci sual. 22-ci suala baxırıq. Cənub-Qərbi Asiya regionunda yerləşən ölkələr. Demək, buradan Türkmənistan çıxdı, çünki mərkəzi Asiyadır. Bangladeş çıxdı, Cənubi Asiyadır. Özbəkistan çıxdı, mərkəzi Asiyadır. Nepal çıxdı, Cənubi Asiyadır. Doğru cavab Y bəndidir. Respublikamızın iqtisadi rayonları üçün doğru fikirləri müəyyən edin. Şərqi Zəngəzur iqtisadi rayonu iki xarici ölkə ilə həmsərhəddir. Şərqi Zəngəzur, bəli, orada Ermənistan və Rüstəm İrandır. Doğru cavab 1 doğrudur. Gəncə Daşkən iqtisadi rayonunda alüminyum ehtiyatı mövcuddur. Bəli, Zəriş alüminyum ehtiyatına görə bu da doğrudur. 2 də doğrudur. Mərkəzi Aran və Qazax Tovuz iqtisadi rayonunda hər ikisindən Kür və Araz çayları keçir. Bu yanlışdır, çünki Qazax Tovuzdan Araz çayı keçmir. Ona görə bu yanlışdır. Respublikanın şimal uzqar nöqtəsi Şəki-Zaqatala iqtisadi rayonunda yerləşir. Bəli, Balakən rayonunda. Ona görə doğrudur. Sonra Milmuğan iqtisadi rayonu heç bir xarici ölkə ilə həmsərhəd deyil. Yanlışdır. Çünki bu İranla həmsərhəddir. Doğru cavab 1, 2 və 4. Y bəndi. Faydalı qazıntılar çıxarılan zaman suxur qalıqlarının təpələr şəklində qalaqlanaraq yığılması adlanır. Bu terrakonlardır. Bu çox düşür. Dimdə də mən sual işte görmüşəm, qəbula düşüb. Yəni B bəndi. Əsasən Rusiyadır, Ukraynadır, Çindir və s. Bu ölkələrdə daha çox rast gəlinir. Sonra baxaq 25-ci. ECO, yəni İqtisadi Əməkdar Təşkilatı hansı ölkələr tərəfindən yaradılmışdır? Bu 1985-ci ildə Pakistan, İran və Türkiyə vasitəsində yaradılmışdır. Yəni bu ölkələrin vasitəsilə. Doğru cavab C bəndidir. Bu qədər növbəti sualların izahında görüşərik.